Salam, hər vaxtınız xeyir. İfadənin deməli kubları cəmi və ifadənin kubları fərqi düsturunda çalışma 28-dən davam edirik. 28 nömrəli tapşırıqda bizə verir, verilənlərə əsasən deyir AB hasilini tapın. İndi biz burada düsturu yazsaq, A kubu üstəgəl B kubunun 13'e bərabər olduğunu verir. Onda düstura əsasən yazarıq ki, bunu vurğularına ayırsaq, A üstəgəl B, A'nın kvadratı çıxılsın AB üstəgəl B'nin kvadratı bərabərdir deyir bu 13'e. İndi bizə A üstəgəl B var. A vurulsun B'ni soruşur. Deməli biz burada bir dənə A kvadratı üstəgəl B kvadratını tapmalıyıq. Bunun üçün A üstəgəl B'ni kvadrata yüksəldirəmsə bərabər olmalıdır 5'in kvadratına. Kvadrata yüksəldəndə olur A'nın kvadratı üstəgəl 2AB üstəgəl B'nin kvadratı bərabərdir 5'in kvadratı deyil 25'e. Burada bizə lazımdır A kvadratı üstəgəl B kvadratının nəticəsi. Bu da 25 çıxılsın 2AB'ye bərabərdir. Gətirib burada yerinə yazıram. A üstəgəl B'nin yerinə yazıram 5. Vurulsun. Bu mötərizənin içindəki A kvadrat üstəgəl B kvadratının yerinə yazıram. 25 çıxılsın 2AB. Bu ortadakı çıxılsın AB'ni də yazıram. Bərabərdir 13'e. İndi burada 5 vur 25 mötərizənin içindəkilər mənfi 2AB, mənfi AB eləyib mənfi 3AB bərabərdir 13'e. Vurub açsam 5'i 25'e vuranda eləyir 125 çıxılsın 15AB bərabərdir 13'e. Buradan 15AB bərabərdir 125 çıxılsın 13 o da bərabərdir 112'ye. AB də bərabərdir 112 bölünsün 15'e. 112'yi də 15'e böləndə onlar hardasa 9 dəfə olanda 90 olur. 9 dəfə olanda bir dəqiqə 6 dəfə olanda 90 olur. Bunda 7 dəfə. 7 dəfə də olanda 15'i 7'ye vursaq 7 dəfə 5'in 35 3 yadda 7 3 də yadda 10 105 eləyir. 15'də 112'dən də 105 çıxanda qalar 7. 7 tam 15'də 7 olası AB hasili. Deyəsən bunun cavabı arxada başqa qiymət verilmişdi. İndi eyni qayda ilə 29'a baxaq. 29'da da çıxmasını verir. A'nın kubu çıxılsın B'nin kubu bərabərdir 215'e. Deməli biz birinci A çıxılsın B'nin 5 olmağından istifadə eləyərək burada kvadratları tapaq. Tapanda olur A kvadratı çıxılsın 2AB üstəgəl B'nin kvadratı bərabərdir 25 kimi. Deməli buradan A kvadratı üstəgəl B kvadratı bərabərdir 25 üstəgəl 2AB. İndi bu kublar düsturu ilə açsaq A çıxılsın B. İkinci mötərizədə A'nın kvadratı üstəgəl B'nin kvadratı üstəgəl AB bərabərdir 215. A çıx B'nin yerinə yazıram 5. Vurulsun. A kvadrat üstəgəl B kvadratın yerinə bunu yazıram. 25 üstəgəl 2AB kimi. Üstəgəl bir dənə də AB var burada. Bərabərdir 215'e. Hər tərəfi 5'e bölsəm mötərizənin 2 qalır bu tərəfdə. 25 üstəgəl 3AB bərabərdir. 21'də 5 4 dəfə 20 eləyir. 15'də də 5 3 dəfə 43. Deməli buradan da 3AB'nin 43 çıxılsın 25'e bərabər olduğunu tapıram ki bu da 18 eləyir. AB də bərabərdir 18 bölünsün 3 o da bərabərdir 6. Deməli 29 nömrəli tapşırıqda AB'yə konkret qiymət tapdıq 6. İndi baxaq 30'a. 30 nömrəli tapşırıqda A verilir, B verilir. Yəni A'nın B'nin ifadələri verilir. Deyir ki AB hasilini tapın. Bunun üçün deməli A'nı B'yə vurmaq lazımdır. 30'da. Və şərt də verir bizə ki 27 x'in kubu çıxılsın 8 bərabərdir 0'dır. Onda buradan tapırıq ki 27 x kubu bərabərdir özü 8'e. Bu belə dursun. İndi A'nı B'yə vuraq. A vurulsun B bərabərdir. 3x üstəgəl 1'i vurmalıyam 9x kvadratı çıxılsın 3x üstəgəl 1'e. Və vuranda da burada görürəm ki bu A üstəgəl B'dir. Sonra A kvadratı ikisinin hasili bu da B kvadratıdırsa deməli bu bizə birbaşa kublar düsturunu verir. 3x'in
kubu üstecel 1'in kubu. 3x'in kubu eləyir 27x kubu. Üstecel 1, 27x kubunda cevabın 8 verdi bize. 8'in üstüne de 1 gələndə cevap eləyər 9. Bu oldu nömrə 30'un həlli. Eyni qayda ilə nömrə 31 də elədi. Nömrə 31'də 8x kubunu üstüne 27 gelir, sıfıra beraber olursa, deməli buradan 8x kubu bərabərdir -27'ye. İndi A vur B'ni tapsaq, A vur B bərabərdir 2x çıxılsın 1 ifadəsini 4x kvadratı üstecel 2x üstecel 1'e vurmaq lazımdır. Bu da bize verir 2x'in kubu ile 1'in kubunun fərqini. 8x kubu çıxılsın 1 eləyir. 8x kubu da -27 olduğuna göre -27'den de 1 çıxanda eləyir -28. 32 nömrəli tapşırıqda tənliyi həll edin deyir. Burada yazaq nömrə 32. Tənliyi həll eləməkdən ötürü deməli hamısını sadələşdirmək lazımdır. Birincisində burada x plus 1, x kvadrat çıx x çıxıb üstəcə 1'dirsə, bu bize birbaşa verir. X'in kubu çıxılsın 1'in kubunu. Çıxılsın x'i yazıram. İkinci x üstəcəl 2'ni kvadrata yüksəldirəm. X kvadratı üstəcəl 4x üstəcəl 4 kimi. Bərabərdir 24 çıxılsın 2x çıxılsın 4x'in kvadratı. İndi bir dənə bu mötərizəni açmaq qaldı burada. X'in kubu çıxılsın 1 çıxılsın x'in kubu çıxılsın 4x'in kvadratı çıxılsın 4x. Bərabərdir 24 çıxılsın 2x çıxılsın 4x'in kvadratı. Deməli bu soldakı -4x kvadratı ilə sağdakı 4x kvadratı islah getdi. Sonra bu x kubu ilə də x kubu islah getdi. Qaldı burada -1 24. İndi x'lər bir tərəfə yığaq, y'lər məlumlar bir tərəfə. -4x qaldı. O tərəfdəki -2x gəldi bura. Müsbət 2x bərabərdir. 1 keçdi bu tərəfə. Müsbət 24 də müsbətdir. Burada eləyir. -2x bərabərdir 25'e. X də bərabərdir 25 bölünsün -2'ye. Mənfi eləyəsi cavab 22 tam onda 5. 22 tam onda 5 oldu tənliyin kökü. İndi burada ikinci tənliyi həll eləsəm, x'i yazıram. X çıxılsın 3'ü kvadrata yüksəldirəm. X'in kvadratı çıxılsın 6x üstəcəl 9. Sonra bunlar bize verir kublar düsturunu. Yani çıxılsın mötərizənin içində olasıdır. X'in kubu üstəcəl 2'nin kubu. Bərabərdir 13 üstəcəl 5x çıxılsın 6x'in kvadratı. İndi vurmağı açsaq x'in kubu çıxılsın 6x'in kvadratı üstəcəl 9x. Burada da mənfiyə nəzərən mötərizəni açsaq çıxılsın x'in kubu eləyir. 2'nin kubu 8, qabaqda da mənfi var, -8 bərabərdir 13 çıx üstəcəl 5x çıxılsın 6x'in kvadratı. Bu -6x'in kvadratı, bu tərəfdəki də -6x'in kvadratı. Bunlar islah getdi. Sonra x kubu ilə x kubu islah gedir. Qaldı burada nə? 9x qaldı. O tərəfdə də 5x qalmışdı. Onu da bu tərəfə gətirsəm, sağda da qalar 13 üstəcəl 8. 9x'dən 5x çıxanda qalır 4x bərabərdir. Bunları da toplayanda 21 eləyir. X də bərabərdir 21'i bölürəm 4'e eləyər 5 dəfə. Onda 4 2 dəfə 8 eləyir. 20'də də 4 5 dəfə. 5 tam %25 də oldu ikinci tənliyin həlli. Bu da oldu ikinci tənliyimizin həlli. Və 32 nömrəli tapşırıq. Növbət tapşırıqda ifadəsinin qiymətini hesablayın deyir. Deməli, bundan əvvəlki çalışmalarda da var idi. İndi bir dənə də eləyək. Deməli, bu ifadədə birinci mötərizədə 43 üstəcəl 67 olasıdır. 43 üstəcəl 67. İkinci mötərizədə 43'ün kvadratı çıx 43 vurulsun 67 üstəcəl 67'nin kvadratı. Məxrəcdə də var 110. 110. Çıxılsın. Bir dənə də burada 43 vurulsun 67 var. İndi bunların deməli bu oldu mötərizənin içi. Buradakı bölməni kəsr xətti ilə göstərsəm,
Kəsir xətti ilə göstərsəm, deməli bunlar hamısı surətdədir. Məxrəcdə də olası bu. Yəni 22,5 daha doğrusu 25,2 çıxılsın 22,8 ilə 25,2 üstəgəl 22,8-in hasili bərabərdir. İndi surəti hesablayaq. Surətdə bax 43-dən 67 eləyir 110. Bax bu elədi 110. Bu 110-dan da məxrəcdəki 110 ixtisar getdi. Deməli kəsir qalmadı. Kəsir qalmayandan sonra qalanları yazaq. 43-ün kvadratı çıxılsın. 43 vurulsun 67 üstəgəl 67'nin kvadratı. Burada 68 yazmış. 67'nin kvadratı. Bir tane de axırda var. Çıxılsın 43 vurulsun 67. Bu oldu surət. Məxrəcdə də deməli bundan bunu çıxanda 12'dən 8 çıxanda qalır 4. 14'dən 24'dən də 22 çıxanda qalır 2. 2,4 vurulsun. Burada kvadratı açmışdım da. Eləyər 47. Bir tane de bu 48. Bərabərdir. Surət yenə 43'ün kvadratı çıxılsın. Bax bir tane burada 43 vur 67 var. Bir tane de burada 2 dənə 43 vurulsun 67 olar. Üstəgəl 67'nin kvadratı. Məxrəcdə də 2,4 vurulsun 48. Bərabərdir. Surət bizə verir 43 çıxılsın 67'nin mötərizə kvadratını. Məxrəcdə yenə 2,4 vurulsun 48'i yazıram. Bərabərdir. 43'dən 67 çıxanda qalır 24. 24'ün kvadratı da çıxmadı da bu mənfi 24 eləyir. Amma kvadratı olsun müsbət eləyir. Yəni 24 vurulsun 24 deməkdir. Burada da 2,4 vurulsun 48 bərabərdir. 24 ilə 2,4 ixtisar gedir. Qalır 10. Bu 24'dən də bu ixtisar 2 qalır. Yuxarıda 10, məxrəcdə 2, onu da 2'ye böləndə ifadənin cavabı eləyir 5. 33 nömrənin cavabı. 34'ün birincisine baxaq indi. Nömrə 34'ün birincisində. 3'də 1'i qabaqda yazırım. 3'də 1 vurulsun. Bunu kublar düsturu ilə vuruqlarına ayırıram. Olur 8,57 çıxılsın 5,57. İkinci mötərizədə cəmin natamam kvadratı 8,57'nin kvadratı. Üstəgəl 8,57 vurulsun 5,57. Üstəgəl 5,57'nin kvadratı. Çıxılsın. Bir dənə də var burada. 3 vurulsun 8,57 vurulsun 5,57. Bərabərdir. İndi bu mötərizənin cavabı eləyir 3. 3 ilə də bu 3 ixtisar gedir. Yerdə qalır bunlar. Demək bu kvadrat içəridədir. Mötərizədə buradadır. Yazaq indi 8,57'nin kvadratı. Burada bir dənə bundan var. Burada da mənfi 3 dənə. Deməli ikisi bir yerdə eləyib. Mənfi 2 dənə 8,57 vurulsun 5,57. Üstəgəl 5,57'nin kvadratı bərabərdir. Bu üçü də bir yerdə bizə 8,57 çıxılsın 5,57'nin kvadratını verir. Və bunu çıxanda qalır 3. 3'ün kvadratı da bərabər olasıdır 9'a. Bu belə. İndi burada ikincisində də yenə eyni qayda ilə də 3'də 1'i yazıram. Mötərizənin içində 6,28 çıxılsın 3,28 və ikinci mötərizədə 6,28'in kvadratı. Üstəgəl 6,28 vurulsun 3,28. Üstəgəl 3,28'in kvadratı. Bu oldu kubun açılışı. Bir tane de burada var çıxılsın. 3 vurulsun 6,28 vurulsun 3,28. Bərabərdir. Bu mötərizə 6,28'den 3,28 çıxanda qalır cavab 3. 3 ilə də bu qabaqdakı 3 ixtisar gedir. Yerdə qalır 6,28'in kvadratı. Üstəgəl 6,28 vurulsun 3,28. Üstəgəl 3,28'in kvadratı çıx.
3 vurulsun 6 tam %28 vurulsun 3 tam %28 bərabərdir. Bu ikinci toplananımızla axırıncı toplananımızı islah eləsək, qalar 6 tam %28'in kvadratı. Üstəgəl 3 tam %28'in kvadratı çıxılsın 2 dənə. 6 tam %28 vurulsun 3 tam %28 qalar. Bunlar da hamısı bir yerdə bizə fərqin kvadratını verir. Yəni 6 tam %28 çıxılsın 3 tam %28'in kvadratı. Bu da eləyir 3. 3'ün də kvadratı bərabərdir. Aydındır ki 9'a. Bu da oldu ikincisi. İndi eyni qayda ilə üçüncüdə bu mötərizədə birinci mötərizə çıxma yazsam, üçüncüyə baxıram. Birinci mötərizə çıxma yazsam 9 eləyir, 9'dan ixtisar gedir. Deməli bu kublar düsturunun ikinci mötərizəsi qalır. Daha bunu birbaşa yazıram. 12 tam %21'in kvadratı üstəgəl 12 tam %21 vur 3 tam %21 üstəgəl 3 tam %21'in kvadratı bir dənə də çıxılsın 3 vurulsun 12 tam %21 vurulsun 3 tam %21 bərabərdir. 13 tam %21'in kvadratı qalsın. Bu ikinci toplananla dördüncü toplananımızın yerine mənfi 2 dənə 13 tam %21 vurulsun 12 yazmışam burada. 13 tam %21 vurulsun 3 tam %21 üstəgəl 3 tam %21'in kvadratı. Bu da kvadratlar fərqidir. Daha doğrusu fərqin kvadratıdır. 13 tam %21 çıxılsın 3 tam %21'in kvadratı verir. Çıxanda da qalır 10. Onun da kvadratı eləyər 100. Dördüncü də yenə bu 25 tam %19'dan 15 tam %19 çıxanda birinci mötərizənin cavabı 10 eləyir. Bu ondan ixtisar gedir. İkinci mötərizə qalır. İkinci mötərizədə də kublar düsturu olası 25 tam %19'un kvadratı üstəgəl 25 tam %19 vur 15 tam %19 üstəgəl 15 tam %19'un kvadratı çıx 3 dənə 25 tam %19 vur 15 tam %19 bərabərdir. Bu da bizə 25 tam %19'un kvadratı çıxılsın 2 dənə 25 tam %19 vurulsun 15 tam %19 üstəgəl 15 tam %19'un kvadratını verir ki bu da 25 tam %19 çıx 15 tam %19'un mötərizə kvadratını verir. Çıxanda qalır yenə 10. Onun da kvadratı eləyir 100. Bu da oldu dördüncü tapşırığın cevabı. Beşinci tapşırıqda da deyir ki, ifadənin qiymətini tapın. İfadənin qiymətini tapmaqdan ötürü birinci ifadəyə baxsaq, görərik ki, burada ortaq vuruq çıxartmaq olur. A-nın kvadratı ilə B-nin kvadratını. İkisini çıxardanda mötərizənin içində A kubu üstəcə B kubu qalır. İndi A kubu üstəcə B kubunu tapmaqdan ötürü biz burada A-B-ni A üstəcəl B bərabərdir 6'nın hər tərəfini əvvəlcə kuba yüksəldik. A üstəcəl B-ni də kuba yüksəldim. 6'nı da kuba yüksəldim. İndi burada kub düsturuna əsasən birincinin kubu üstəcəl 3A'nın kvadratı B üstəcəl 3AB-nin kvadratı üstəcəl B-nin kubu bərabərdir 6'nı da kub eləyir 216. İndi bizə əslində A kubu ilə B kubunun cəmi lazımdır. Deməli yazırıq ki A'nın kubu üstəcəl B'nin kubu bərabərdir 216 çıx 3A kvadratı B çıxılsın 3AB'nin kvadratı bərabərdir 216 ilə yazıram 3A'nı B'ni ortaq vuruq çıxardanda mötərizənin içində qalır A çıxılsın B. İndi bu ifadədə 216 qaldı. A çıxılsın B'nin yerinə mənfini çıxartdımsa burada müsbət qalır. İçinə də mənfini çıxartmışam.
qiymətini A vur B-nin də qiymətini yerinə yazıram. Olası 216 çıxılsın 3 vur. A vur B 8-dir. A üstəgəl B-də 6-dır. Bərabərdir 216 çıx. Burada da 48'i 3'e vurmalıyım. 48'i 3'e vuranda 6 dəfə 8 dəfə 24. 2 yadda 12 də yadda. 14. 144. 216'dan da 144 çıxanda 6'dan 4 çıxanda 2. 11'dən də 4 çıxanda 7. Deməli A kubu üstəgəl B kubu 72 elədi. İndi bizə verir ama A üstü 5 B'nin kvadratı üstəgəl A üstü 2 B'nin üstündə 5. Buradan biz A'nın kvadratı ilə B'nin kvadratını ortaq vuruq çıxardırıqsa A kubu üstəgəl B kubu qalır. A ilə B'nin hasili 8'dirsə, deməli burada olası 8'in kvadratı. A kubu üstəgəl B kubunu da tapmışam 72. 8'in kvadratı eləyir 64. 64'ü də 72'ye vuranda 8, 12, 28, 2 yadda 42, 2 də yadda 44, 8, 10, 1 yadda 5, 6, 4. Bərabərdir 4608'e. Bu oldu 35 nömrə tapşırığın cevabı. Deməli burada baxanda görürük ki, bütün düsturların hamısını əzbərdən bilmək lazımdır. Müxtəsər vurma düsturlarını əzbərdən bilsək, tapşırıqları daha asan yerinə yetirmək olar. Növbət tapşırığa baxaq. Otuz altı nömrə tapşırıqda bizə verir ifadə. Deyir ki, A çoxədlisini tapın. A çoxədlisini tapmaqdan ötürü əvvəlcə yox 35 idi bu. İndi 36'da yox. A vur B hasilini tapın deyir. Tapaq. Bayaq yazdığımız tapşırıq kimidir. 36'nı yazaq indi. Deməli verir bizə birincisində 8x kubunun 216'ya bərabər olduğunu, yəni içinin fərqi 0'dırsa, deməli 8x kubu 216'dır. Onda A vur B hasilini tapanda 2x çıxılsın 5'i vurmalıyam 4x kvadratı üstəgəl 12x üstəgəl 25'e. Bu da bizə kublar düsturunu verir. 2x'in kubu çıxılsın 5'in kubu. 2x'in kubu eləyir 8x kubu, 5'in də kubu eləyir 125. 8x kubunun da əvvəlcədən 216 olduğunu tapmışam. 216'dan da 125'i çıxanda, 6'dan 5 çıxanda 1, 11'dən də 2 çıxanda qalır 91. Deməli, axtarılan cavab 91'e bərabərdir. İkincisində yenə eyni qayda ilə şərtə əsasən 27x'in kubu bərabərdir 64'e. Yazıb sonra A-nı B-yə vururam. A-nı B-yə vuranda yazıram ifadələrini yerinə. 3x çıxılsın 2'ni vurmalıyam. 9x kvadratı üstəgəl 6x üstəgəl 4'e. Bu da birbaşa görünür ki 3x'in kubu çıxılsın 2'nin kubunu verir bizə. Və 27x kubu çıxılsın 8. 27x kubu da 64'dür. 64'dən də 8'i çıxanda qalır 56. Deməli ikincisində də cavab oldu 56. 36 nömrə tapşırıq idi. İndi baxaq 37'ye. 37'də ifadəni əvvəlcə sadələşdirib, ondan sonra A-nın qiymətini yerinə yazmaq lazımdır. Yazaq burada 37. Deməli A üstəgəl 3'ü A kvadratı çıxılsın 3A üstəgəl 9'a vursam, bu ikisi bir yerdə bizə verir A-nın kubu üstəgəl 3'ün kubunu. Çıxılsın. İndi orada da mötərizəni vurub açsam, A kubu çıx 5A'nın kvadratı üstəgəl 2A olası bərabərdir. Burada A kubları islah getdi. A kubları getdi. 3'ün kubu bir dəqiqə bunu səhv getdirdim. A kubları islah gedir.
A kubu ilə A kubu getdi. Burada mənfi 5A kvadratı qalır. Mənfi 5A kvadratı üstəcəl 2A da qalır. Bir dənə də var burada 3'ün kubu 27. Bərabərdir. Mənfi 5 vur. A'nı da verdi. Mənfi 3/5. Kvadratı üstəcəl 2 vurulsun. Yine mənfi 3/5. Üstəcəl 27. 3/5'in kvadratı eləyir 12/25. 12/25'i de 5'e vuracağım. Olası mənfi 12/25 vur 5. Çıx 7. Üstəcəl 27. Bərabərdir. Vurmanı yerinə yetirsəm mənfi 5 dəfə 5'in 25 2 yadda. 12 1 yadda. 10 1 də yadda. 11 1 yadda. 5 1 də yadda. 6 mənfi 61/25 eləyir. Mənfi 7 ilə də müsbət 27 eləyir. Müsbət 20. Bunu da çıxanda yine böyükdən kiçiyi çıxıran bölün işarəsi mənfi 41/25. İndi ikincisine baxaq. 37'nin ikincisinde. Yine ilk 2 dənə mötərizənin hasili bize B kubu üstəcəl 2'nin kubunu verir. Öbürlərini də vurub açsam çıxılsın B'nin kubu üstəcəl B'nin kvadratı çıxılsın B bərabərdir. Yine burada B kubları islah gedir. Qalır B'nin kvadratı. Çıx B üstəcəl 2'nin də kubu eləyir 8. B'nin də qiymətini 2/5 verdi bizə. 2/5'in kvadratı çıxılsın 2/5 üstəcəl 8. 2/5'in kvadratı 6/25 eləyir. Buradan 8'dən 2/5 çıxanda qalır 5/5. Müsbət. Bunların ikisi də müsbətdir. Toplayanda da eləyəsi 5, 2 ilə də 5'in 7, 6 ilə də 5'in 11. 11/75 də olasıdır. İkinci tapşırığın cevabı. 38'de de bize verir ki A'nı tapın. Tapmaq üçün A'nı. Deməli bu 125'i elə buradaca üstündəcə 5'in kubu yazmaq olar. 5'in kubudursa, yani x kub üstəcəl 5'in kubunu vuruqlarına ayırıramsa birinci mötərizədə olası x üstəcəl 5. İkinci mötərizədə də bu x kvadratı çıxılsın 5x üstəcəl 25. Deməli A özü bərabərdir x üstəcəl 5'e. Vəssalam bu qədər. Düsturu biliriksə birbaşa yerinə qoyub buradan da bunu tapdıq. 39'da deyir ki eynilikləri ispat edin. Deməli eynilikləri ispat eləməkdən ötürü ya sağ tərəfini yazıb sol tərəf almaq lazımdır ya da solu yazıb sağ almaq lazımdır. İndi birinciden başlayaq. 39'un birincisində. Birinci mötərizədə A üstəcəl B'dir. İkinci mötərizədə A çıx B'nin kvadratı var. O mötərizəni açsam A'nın kvadratı çıxılsın 2AB üstəcəl B'nin kvadratı olar. Üstəcəl AB də olar. Bərabərdir. A üstəcəl B qalsın. İkinci mötərizədə də bu 2AB ilə AB'ni islah eləsəm alaram ki A'nın kvadratı çıxılsın AB üstəcəl B'nin kvadratı. Bu da bizə A'nın kubu üstəcəl B'nin kubu düsturunu verir. Sol tərəf sadələşdirib sağ tərəfi aldığımıza görə deməli eyniliyi ispat etmiş sayıldıq. İkincisində yenə sol tərəfi yazaq. Sadələşdirib sağ tərəf alaq. A üstəcəl B qalsın. İkinci mötərizədə A üstəcəl B-ni kvadrata yüksəldəndə olur. A'nın kvadratı üstəcəl 2AB üstəcəl B'nin kvadratı. Bir dənə də çıxılsın 3AB var. Burada da birinci mötərizə qalır. İkinci mötərizədə oxşar toplananları islah eləsəm 2AB'dən 3AB çıxanda qalır mənfi AB üstəcəl B'nin kvadratı. Bu da bizə yenə birbaşa görürük ki A kubu üstəcəl B kubu düsturunu vermiş olur. Bu da belə. Üçüncü. X plus 2y yazırıq olduğu kimi. İkinci mötərizədə də x çıxılsın 2y mötərizə kvadratı var. Deməli x kvadratı çıx. İkisinin hasili 2 misli 4xy üstəcəl 2y'nin kvadratı 4y kvadratı. Bir dənə də üstəcəl 2xy var burada.
bərabərdir. X plus 2y qalsın. Mötərizənin yerinə də x-in kvadratı çıxılsın 2xy üstəgəl y-in kvadratı yazıramsa, bu da birincinin kubu üstəgəl ikincinin kubu deməkdir. X-in kubu x kubu, 2y-in də kubu 8y kubu. Deməli, burada da x kubu üstəgəl 8y kubu olduğuna görə yenə də isbat edilmiş sayıldıq. Dördüncü. 3x üstəgəl 4y qalsın. İkinci mötərizədəki mötərizənin içini kvadrata yüksəltsəm, 9x kvadratı üstəgəl x'in hasili 12xy eləyir. 2 də vuranda 24. xy üstəgəl 4y kvadratı 16y kvadrat. Bir dənə də çıxılsın 12xy var burada. Bu da bizə 3x üstəgəl 4y-in hasili ilə burada bərabərdir var. 9x kvadratı 24xy-dən 12 dənəsini çıxanda qalır müsbət 12 dənə xy üstəgəl 16y-in kvadratı. Bu da bizə a kubu üstəgəl b kubunu verir. Yəni 3x'in kubu üstəgəl 4y-in kubu düsturunu. 3x'in kubu eləyər 27x kubu üstəgəl 4'ü də 3 dəfə öz-özünə vuranda eləyir 64 y-in kubu. Burada da sol tərəflə sağ tərəf eyni cavab olduğuna görə deməli eyniliyi isbat etmiş sayıldıq.